Xoş gördük, hörmətli tamaşaçılar, bizim mövqe veriliş efirdədir. İranın Azərbaycana, konkret desəm Naxçıvan Muxtar Respublikasına elədiyi dron hücumundan sonra əksər dünya dövlətləri Azərbaycana öz dəstəyini bildirdi. O cümlədən həmin dövlətlərdə yaşayan türk toplumları, türk xalqları da Azərbaycanla həmrəy olduqlarını bildirdilər, İrana qarşı öz etirazlarını ifadə elədilər. Bu baxımdan Gürcüstan dövləti də Azərbaycan prezidentinə, Azərbaycan xalqına öz dəstək fikrini bildirdi və orada yaşayan Azərbaycan türkləri də İrana öz təpkilərini, öz etirazlarını bəyan elədilər. Studiyanın qonağı Gürcüstan Azərbaycanlıların Ağsaqqallar Şurasının rəhbəri, yurt təşkilatının sədri Fazil bəy Əliyevdir. Fazil bəy, xoş gördük. Hoş bulduk. Salamlar Şöhrət bəy, siz və izləyicilərinizi salamlayıram. Fazil bəy, Türkləri adından. Buyur, deyin, fikrinizi deyin. Gürcüstan, Qıpçaq, Afşar, Qarapapaq Türkləri adından bütün Azərbaycanımızı, doğma Azərbaycanımızı salamlayıram və xahiş edirəm dinləyicilərdən efirə qoşulsunlar, aktiv olsunlar, efirimizi bəyənib paylaşsınlar ki, daha çox dostlarımız qoşulsunlar, efir maraqlı alınsın. Təşəkkür edirəm. Mən də tamaşaçılardan xahiş edirəm ki, qoşulun, bəyənin və paylaşın ki, daha çox soydaşlarımız görsün. Fazil bəy, əvvəlcə İranın Azərbaycana qarşı bu cür təxribatına istəyərdim siz özünüz də siyasi bir partiyanın, siyasi bir figursunuz, Gürcüstanda kifayət qədər də nüfuzunuz var. Bu hadisəyə siyasi müstəvidə və yaxud da ki, birbaşa münasibətinizi bildirəsiniz. Və o cümlədən Gürcüstan türklərinin də mövqeyini davam elətdirəsiniz. Şöhrət bəy, öncə mən bir tarixçi kimi öz şəxsi fikrimi bildirmək istəyirəm ki, yəni İran Fars Molla rejiminin Azərbaycana qarşı destruktiv hərəkətləri bu yeni bir şey deyil və gözlənilən idi. Ona görə ki, 200 ildən artıq zamandır ki, Türkmənistan, Gürcüstan sülh müqavilələrindən sonra Azərbaycanın parçalanması, Güney Azərbaycanda yaşayan türklərə qarşı ögey münasibət, onlara qarşı diskriminasiya siyasəti bu hər gün efirlərdə səsləndirilir və biz bunu görürük. Təbrizdə yaşayan, əgər bizim Azərbaycanda, Güney Azərbaycanda yaşayan türk qardaşlarımıza nifrət edən bir rejimin Bakıyı sevməyi və yaxud da Azərbaycanda, Şimali Azərbaycanda, Quzeydə yaşayanları sevməyi nəsə biraz ağla gələn deyil. Mən bunu həmişə Gürcüstanda da deyirəm, bizim soydaşlarımıza deyirəm ki, nətər olur İran Təbrizdə, Qoyda, Urmiyada, Mərəddə, Kərəşdə və s. yerlərdə yaşayan türklərimizə orada zülm eləyir. Türk adlarını belə imkan vermir götürsünlər özlərinə. Məktəblər yox, oxumaq yox, universitetlər yox və 50 milyondan çox böyük bir toplumu faktiki olaraq deməli normal inkişafdan geridə qoyur. Azərbaycanı nifrət eləyir. Nətər olur ki, Gürcüstan türklərini İran sevir? Yəni bu qeyri-mümkündür. Sadəcə olaraq o hadisələr gözlənilən idi, İranın elədiyi hadisələr yadımızdan çıxmayıbdır. Azərbaycan səfirliyinə qarşı olan teraktdır. İranda mütəmadi olaraq İrandan mollaların gəlməyi və Azərbaycanda kərimə dövləti qurmaq iddiaları, gündə tonlarla narkotikin Azərbaycana, Gürcüstana keçirilərək bu dövlətlərdə gənclərin faktiki olaraq hamısının zəhərləməsi və s. bu gözlənilən idi. Və açığı deyim ki, mən İrandan Fars Molla rejimindən daha dəhşətli addımlar gözləyirik. Çünki faktiki olaraq bütün imperiyalar deməli əvvəl olan kimi sonu da var və İran imperiyasının sonu yaxınlaşdıqca onlar istər-istəməz başlayacaqlar deməli hər yerə əllərini atmağa. O cümlədə onların qorxduğu, təhlükə hiss elədiyi dövlətlər Azərbaycan və Türkiyədir. Bu da yəni normaldır. Ona görə ki, Güney Azərbaycanda yaşayan əsas türk toplumudur və türk toplumu Təbrizdə və onun ətrafında olan türk deməli bizim qardaşlarımızın Azərbaycana və Türkiyə olan böyük simpatiyası bu istər-istəməz İran dövlətində qıcıq yaradır və həmən qıcığın nəticələridir ki, onlar əlbəttə çalışacaq ki, Quzeydən Cənub arasında müəyyən dissidentlər olsun, müəyyən hadisələr baş versin, narazılıqlar olsun. Çünki artıq onların ideoloji demək mübarizəsi özünü doğrultmur. Artıq milli ruh, milli təfəkkür onların dini
deməli, saxtalaşdırılmış din ideologiyasının üstündədir. Artıq bir güneydən bu gün biz baxırdıq Urmiya Türk olacaq, belə sloqanlardan artıq çıxış edirlər. Artıq bu da onu göstərir ki, artıq dini ideologiyadan insanları zəhərləmək qeyri-mümkündür və güneydə yaşayan qardaşlarımız artıq onu dərk edirlər və bilirlər ki, onlar öz müqəddəratını bir millət kimi təyin eləməlidir. Çünki qonşuluqda olan balaca cırtdan dövlətlər, o cümlədən Ermənistan və sair 2 milyonluq dövlətlər BMT-də Birləşmiş Millətlər Təşkilatında təmsil olunurlar, Avropada təmsil olunurlar və dünyada söz sahibidirlər. Amma 50 milyonluq bir millətin orta məktəbləri, universitetləri yoxdursa, bu bir millət kimi əlbəttə həm Təbrizlilərə, həm də bizə bir türk olaraq bunu biz özümüzə sıxışdırmamalıyıq və biz istəyiriksə də dünyanın aparılan sahili seçilən millətlərindən olmaq istəyiriksə də onda biz istər-istəməz dəstək verməliyik ki, cənublu qardaşlarımız öz dövlətçilik məsələsini həll eləsinlər və inanıram ki, İran deyilən ərazidə, belə deyək, Qədim Azərbaycan torpaqlarında bizim qardaşlarımız, türk qardaşlarımız mütləq öz dövlətini quracaqlar. Buna böyük əminliyim var mənim və inanıram ki, Türklər dövlətini qurduqdan sonra regionun ən parlaq, ən gözəl, demokratik, beləmi, tolerant bir dövlətə çevriləcək Güney Azərbaycan Demokratik Respublikası. Mən istəyərdim Gürcüstan dövləti bu hadisələrə öz təpkisini göstərdi. Gürcüstan türklərinin bu hadisəyə münasibətini, sizin təpkiniz hansı istiqamətdə oldu, hansı istiqamətdə olmalıdır? Və bundan sonra bir dənə də Güney ilə bağlı bir sualım olacaq. Buyurun. Gürcüstan türklər deyəndə bu biraz ümumi anlayışdır. Bizdə Fars partlar var ki, bunlar özünü türk saymırlar. Çünki qorxurlar özlərinə türk deməyə. Türk dedikləri halda İrandan onlara maddi dəstək kəsiləcək və s. Onlar daha çox farsdaşmış, manqurtdaşmış, belə deyək də insanlardır. Amma belə də Sovetlər dövründən qalmış bizim yaşlılarımız və bizə aşağı-yuxarı bizə yaxın olan nəsil ki var. Bunlarda milli düşüncə, milli təfəkkür, milli ruh qat-qat çox yüksəklərdə olduğuna görə və öz intellektual potensialımıza görə onlardan qat-qat üstün olduğumuza görə biz hələ ki onlara imkan vermirik ki, onlar dini ideologiyi, milli ideologiyadan yuxarı qaldıra bilsinlər və hələ ki buna Ulu Tanrı'nın köməkliyi ilə nail ola bilmişik. Amma millətin əksəriyyəti əlbəttə Gürcüstanda yaşayan türklər ümumi türk millətinin bir hissəsidir. Təbriz bizim ürəyimizdir və biz elə uşaqlıqdan Təbriz arzusundan yaşamışıq və bütün Azərbaycan arzusuna yaşamışıq və bütün Azərbaycanın bəlkə dünyada olan yeganə millətlərdən bir-iki millət qalıb ki, hansı ki bütövləşə bilməyiblər. Onlardan biri də elə Azərbaycandır. Ona görə bu yalnız cənubda, cənubda yaşayan bizim türk qardaşlarımızın problemi deyil. Bu bütün dünyada yaşayan türk millətinin problemidir. Biz hər birimiz gücümüz nəyə çatırsa qardaşlarımızın yanında olmalıyıq. Onlara dəstək verməliyik ki, öz dövlətçiliyini bərpa eləsinlər tarixdə olduğu kimi və normal həyat qura bilsinlər özləri üçün. Gürcüstan türkləri əlbəttə biz izləyirik baş verən hadisələri. Şükür Ulu Tanrı'nın varlığına ki, hələ ki türklər yaşayan regionlarda, deməli Cənubi Azərbaycanda bizim türk qardaşlarımız o qədər də ciddi zərər görmürlər və çox sevindiricidir ki, Güneyli türk qardaşlarımız öz vətənlərini tərk eləmirlər. Bu bir daha onu sübut edir ki, onlarda olan vətən eşqi, vətənə məhəbbət, vətənə sadiqlik və onun uğrunda lazım gəlsə mübarizə aparıb belə canlarından keçməyə hazır olmayı bizdə də deməli fəxr edirik onlardan, bizə də qürur hissi duydurur bu və ona görə də biz də əlbəttə gücümüz çatdığı qədər sosial şəbəkələrdə lazım gələrsə başqa metodlara da əl ata bilərik. Hər cürə biz cənublu qardaşlarımızın yanındayıq, onlara dəstək veririk və verəcəyik də. Fazil müəllim, İranın Quzey Azərbaycana dron hücumlarını, təhdidlərini, bax dünən də terror aktı törətməyə cəhd göstərildi, onu zərərsizləşdirildi. Bakı-Ceyhan xəttinə terror aktı törətməyə çalışdılar, onu zərərsizləşdirildi.
Sizin bu hadisələrə baxışınız necədir? Bu təhdidlər davam eləyəcəkmi? Bu təhdidlərə qarşı hansı addımlar atılmalıdır? Bu təhdidləri birgə necə qarşısını almalıyıq? Şöhrət bəy, mən düşünürəm ki, biz daha ağır vəziyyətlərə də, bundan daha kəskin vəziyyətlərə də hazır olmalıyıq. Ona görə ki, Azərbaycan, deməli, Quzey Azərbaycan, Cənubi Azərbaycanın həm sərhəddir. Burada dediyimiz kimi Azərbaycanın bütövləşməsi söhbəti gedir və bu reallaşmağa çox yaxın olan bir məqamdır. Bəlkə də açıq deyirəm, Türk millətinin bugünkü qədər Qarabağ savaşından sonra, Möhtəşəm Qarabağ savaşından sonra bəlkə də Türk dünyası üçün çox əlverişli bir məqamdır ki, Azərbaycanı bütövləşdirə bilək. Ona görə də bütün Türk dünyası dediyim kimi birləşməlidir və buna biz çalışmalıyıq. Bunu yəqin Fars Molla rejimi də dərk edir, bunu başa düşür. Ona görə də bunun qarşısını almaq üçün istər-istəməz Cənublu və Quzeyli qardaşlar arasında Türkiyə və deməli Cənublu qardaşlarımız arasında hansıda insidentlər yaratmağa çalışacaq, lazım gəlsə qarşı durmaq və s. Yəqin indi Cənubda yaşayan bizim Türk qardaşlarımızın hamısı da türkçülüyü ilə fəxr eləmir. Yəqin orada da molla başlar var, məni bağışlayın. Yəni milli ruhu ölmüş, milli düşüncə, təfəkkür ölmüş insanlar var, manqurtlaşmış kosmopolitlər var yəqin orada da. Hansı ki, Qarabağda deməli Azərbaycana qarşı dəstək işlərində yaxından iştirak edirdilər. Türklər də var idi onların içində. O hər yerdə var, Gürcüstanda da var, İranda da var. Mən düşünürəm, biz daha çətin deməli hadisələrə də hazır olmalıdır Azərbaycanda, Türkiyədə və eyni vaxtda biz ona da hazır olmalıyıq ki, istənilən vaxtı mümkündür ki, deməli bu qarşılıqlar İranın daxilində baş versin. Biz izləyib baxırıq ki, Amerika və İsrail çalışır ki, PKK deyilən təşkilatlardan və yaxud DAEŞ-dən istifadə edərək İranda daxildə vətəndaş müharibəsi formasında bir şey yaratsın. Əgər belə olan halda istər-istəməz biz artıq Cənublu qardaşımıza birbaşa köməkli eləməliyik. Ona görə ki, onların arxasında əgər İsrail durursa da, onların arxasında Amerika və yaxud digər super güclər durursa, Fars Molla rejiminin arxasında hakimiyyət durursa, biz öz millətimizi sahibsiz buraxmamalıyıq. Ona görə də düşünürəm ki, yəqin hansıdır institutlar bu haqda çalışırlar, düşünürlər, bilirlər və düşünürəm ki, Azərbaycan və Türkiyə hakimiyyəti də bu deməli hadisələrin bu cür inkişafı istiqamətində geçsə, onlar da hansı addımlar atacağını yəqin ki, bilirlər və bilməlidirlər. Biz də bir millət olaraq, onların yanında olaraq dəstək verməliyik. Amma mən düşünürəm ki, yenə deyirəm, həm intuisiya, həm hadisələrin analizi onu deməyə əsas verir ki, Azərbaycanın bütövləşməsi çox yaxınlaşır. Burada İranın gələcəkdə bu qədər böyük müharibələrdən sonra vahid dövlət kimi qalması artıq təhlükəsi həddindən artıq artır. Ona görə ki, əgər Amerika Birləşmiş Ştatları çox asanlıqla hakimiyyət rejimi dəyişə bilsəydi və özünə deməli tabi edəcəyi bir rejim qura bilsəydi, o halda İranın bütöv bir dövlət kimi qalması şansı daha yüksək idi. Amma hadisələrin gedişatı onu göstərir ki, üçüncü qüvvələrin deməli dəniz qüvvələrinin Amerikanın artıq bu regiona, bu areala gətirməsi onu göstərir ki, müharibə uzanır. Müharibə Amerika Birləşmiş Ştatları və İsrailin planlarına, projələrinə uyğun getmir və Amerika və İsrail daha kəskin addımlar atmaq fikrinə düşəcək. O halda artıq dediyim kimi Amerika istəsə də istəməsə də bu daxildə ərəblər, bəluzlar, kürdlər, türklər arasında istər-istəməz qızışdırılacaq bu hadisələr və içəridə vətəndaş müharibəsinin baş verməsi də qaçılmazdır, gözlənilir. Və düşünürəm ki, mənə belə gəlir şəxsən bir siyasətçi kimi və tarixçi kimi ki, mütləq gələcəkdə Güney Demokratik Türk dövlətinin qurulması qaçılmaz olur.
Fazıl bəy, bir məsələni də soruşum yekunlaşdıraraq. Sizin fikrincə bu məsələ siz dediyiniz kimi artıq öz əndazəsindən çıxır. Yəni hadisələr çox sürətlə inkişaf eləyir. Və özdə siz dediyiniz kimi bəzi məqamlarda bizim xeyrimizə inkişaf edir. Amma bununla belə bir ümumi bir dəstəyin olması da vacibdir. Burada nədir? Əsas güc o dövlətlərdən güc belə mərkəzlərindən biri Türkiyədir. Türkiyənin mövqeyi bu məsələdə aydın olmalıdır və bir də Türk Dövlətləri Təşkilatının bu məsələdə dəstəyi aydın olmalıdır. Sizin fikrincə bu dəstək, bu mövqe aydın hiss olunurmu və yaxud da ki, daha çox iş görülməlidir? Bəli, bilirsənmi, yəni dövlətlərin mövqeyi aydın hiss olunmamalıdır əlbəttə. Aydın hiss olunan odur ki, Türkiyə də Azərbaycanda narazılığını, narahatçılığını bildirir ki, qonşu Türkiyə dövləti, İran dövləti ərazisində, İran deyilən daha doğrusu dövlətin ərazisində müharibə gedir və s. bir qonşu dövlətlər kimi öz narahatçılıqlarını bildirirlər. İranın bütövlüyünü dəstəkləyirlər. Onlar bunu ürəkdən istəməsələr belə sadəcə olaraq siyasi etiket xatırına və yaxud bu siyasi mədəniyyət naminə bu sözləri deyirlər. Amma ki, dövlətçilik nöqteyi nəzərindən götürsək, əlbəttə Azərbaycan mütləq öz böyük hissəsini doğma Azərbaycanı Təbrizsiz təsəvvür etmək qeyri-mümkündür. Yəni, insan ürəksiz yaşaya bilərsə də Azərbaycan da Təbrizsiz yaşaya bilər. Yəni, bu anlama gəlir. Əlbəttə, buna açıq deyilməsə də bu hamımızın arzumuzdur. Eləcə də Azərbaycan hakimiyyəti. Fazıl bəy, Türkiyənin özünün hadisələri nəyə görə dedim? Bax, siz bəyək çox gözəl toxundunuz. Kürt silahlı qruplaşmaları, Kürt terror qruplaşmaları koalisiya yaradıb və İran ərazisinə girirlər. İran ərazisi deyəndə də Qərbi Azərbaycana, Urmiyə girirlər. İstər-istəməz qarşıdurma qaçılmazdır və siz də çox gözəl deyirsiniz ki, vətəndaş müharibəsi qaçılmazdır. Belə bir təqdirdə Türkiyənin istər-istəməz mövqeyi hiss olunmalıdır və hiss də olunacaq. Hakan Fidanın son bəyanatı da göstərdi ki, İranın bugün tutduğu strateji xətt düzgün xətt deyil. Qonşulara hücum, qonşulara müharibə, bütün müsəlman dövlətlərinə müharibə və istər-istəməz bu yıxılmalıdır. Belə olan təqdirdə Türk Dövlətləri Təşkilatları, gör neçə dənə Türk dövlətləri var. Onlar və Türkiyə başda olmaqla bu məsələdə açıq, aydın yol xəritələri olmalıdır. Sizin fikrincə bu yol xəritəsi varmı və biz ekstremal vəziyyətə hazırıq mı? Mən düşünürəm ki, mütləq var. Çünki Türkiyə dünənin dövləti deyil, dərin dövlətdir. Dövlətə malik olan, çox güclü dərin dövlətə malik olan bir dövlətdir. Suriya hadisələrində biz bunu tamamilə açıq-aydın deməli dünyaya göstərdi Rəcəb bəy Ərdoğan. 10 gün ərzində faktiki olaraq neçə 10 illərdir Suriya ərazisində olan problemləri 10 gün ərzində Türkiyə deməli şaran arxasında durmaqla həll eləmiş oldu və böyük parçalanmadı Suriya və artıq legitim bir dövlət formalaşdıra bildi, yarada bildi bunu. Əlbəttə, burada bəlkə çoxları bilmirlər, amma biz aşağı yuxarı çox şeydən məlumatımız var və bilirik ki, yalnız məcbur deyil ki, orada Mehmetçiklər iştirak eləsin, yəni rəsmi dövlət qurumları, strukturlar hiss eləsinlər. Mən bilirəm ki, Türkiyədə istənilən qədər bozqurtlar var, millətçilər var, başqa dəstələr var ki, onlar könüllü surətdə dövlətin icazəsi olsa da olmasa belə, onlar bu hadisələri qoşulacaqlar mütləq, onu bilirəm. Amma əlbəttə dövlət başçıları daha çox məlumatlıdırlar. Onlar çünki onların kəşfiyyatda istənilən qədər onlara məlumatları verirlər və çox ehtimal ki, onlar məqamı gözləyəcəklər. Mən düşünürəm ki, İranda hadisələr yaxın 10 gün ərzində artıq deməli öz pik həddinə çatacaq və 10 gün ərzində düşünürəm ki, artıq hansı addımların atılacağı faktiki olaraq özü diktə eləyəcək vəziyyətin. Amma mən inanmıram ki, Amerika və İsrail bu müharibədən yarımçıq çəkilsinlər. Ona görə ki, bu onda həm Amerikanın, həm İsrailin bir dövlət kimi dünya miqyasında çox bərbad, biabırçı vəziyyətə salar. İqtidarda olan hakimiyyətin getməsi, onlara çox kəskin iç münasibətli olması prosesləri baş verə bilər. İstənilən halda onlar
nə formadasa da burada qalibiyyətdən getməzlər. Qələbə onların qələbəsi nə deməkdir? Onların qələbəsi o deməkdir ki, heç olmasa rejim dəyişməlidir, yeni rejim gəlməlidir. Amma İranda hadisələrin gedişatı göstərir ki, burada rejimi dəyişib, Maduro sistemini burada tətbiq eləmək İranda ağılsızlıq olardı, boş şeydir. Yəni burada fərqli bir durumdur. Ona görə də mən düşünürəm ki, hadisələr, müharibə vəziyyəti kəskinləşdikcə mütləq daxildə olan millazlıqlardan, o cümlədən məludlardan, orada belə də o ərəblərdən, Kürdlərdən və başqa elə o cümlədən bizim qardaşlarımız mütləq istəsələr də, istəməsələr də bu hadisələrə qoşulacaqlar. Nəyə görə? Ona görə ki, istənilən qədər orada deməli provokasiyalar baş verə bilər, istənilən hadisələri törədə bilərlər ki, bu da düşünürəm ki, yerli millətlərdə artıq rəy yaradacaq. Çox ehtimal ki, bizim Təbrizdə və Cənubda yaşayan qardaşlarımız çox ağırlıdırlar. Onlar bizi deyirik, baxırıq, onlar yersiz hərəkətlər eləmirlər və lazımsız deməli vaxtı efirə çıxmırlar, bir meydanlara çıxmırlar. Çox ehtimal ki, onlar da məqamı gözləyirlər, bilirlər ki, nə vaxt məsəl üçün meydanlara çıxmaq lazımdır. Və burada sadəcə olan problem nədədir, bilirsinizmi? Məsələn, Gürcüstanı mən istəyərdim sizə nümunə gətirəm də. Tutaq ki, Gürcüstanda Gürcülər bizdən soruşur ki, Romeli Eriç Armamad Genelixar, hansı millətin nümayəndəsən? Biz deyirik ki, Azərbaycanlıyıq. Azərbaycanlı deyəndə Azərbaycan eli var da, Gürcü dilində belə deyəndə. Onda biz deyirik ki, biz Azərbaycandanıq. Bilirsiniz, yəni Gürcü qrammatikasında, Gürcü dilində bu fərqli səslənir. Və Gürcülər bizə Bakıdan gələn Azərbaycanlılar kimi baxırlar. Bilirsiniz mi? Yəni, biz ona görə həmişə türk deyirik ki, nəyə görə? Ona görə ki, bu, açıq deyirəm, bu həqqi çox bir ciddi problemə çevrilibdir bizim üçün. Mən məcbur oldum ona görə də, o dəfə də sizə mən dedim, o dəfə bu haqda danışdık, mən belə bir kitab yazdım, yenə deyirəm, Qıpçaq, deməli, Afşar etnos sistemində soğanlığın tarixi kitabını yazdım və burada mən sübut elədim ki, mənim oturduğum bir yer soğanlıq deyilən Tiflis şəhərinin bir hissəsi 3000 illik tarixi olan bu Qıpçaq türklərinə və Afşar tayfalarına formalaşmış bir el-obadır. Və çox əfsuslar olsun ki, bizə dəstək verən yoxdur. Əgər dəstək verən olsa, mən bunu daha geniş formada yaza bilərik və sübut eləyərək Gürcü deməli cəmiyyətinə ki, biz dünən Sırayücün Azərbaycandan gələnlər yox, biz yerli aborigen Qıpçaq və Afşar tayfalarından, Qarapapaqlardan formalaşmış qədim türk millətiyik, bilirsinizmi? Və mən düşünürəm ki, biz bir millət olaraq bizim elə bir ki, bir strategiyamız olmalıdır, milli ideologiyamız olmalıdır və biz bu milli ideologiya ilə, bu siz demişsiniz, o xəritə ilə biz hərəkət edək, bilirsinizmi? Rusiya var, tutaq ki, Dugini, başqa devlətlərin kimisi var, amma biz bunu görmürük. Yəni, Gürcüstan istiqamətində də biz hazırlıqsızıq. Ermənistanda da hazırlıqsız idi. Ona görə bir neçə ayın içində Ermənistan tərk elədi türklər və s. İndi o dövrü başa düşürük ki, çox ağır durum idi və s. İndi şükür olu Tanrının varlığına bugün həm Azərbaycan çox güclüdür, həm Türkiyə dövlət çox güclüdür, Türk Dövlətlər Birliyi var, Turanın yaranması məsələsi var. Bilirsiniz, bu çox həssas məsələlərdir. Çünki Gürcülər də bizə sual verir ki, Turan yarandığı vəziyyətdə Gürcüstan türklərin mövqeyi nətər olacaq, bilirsinizmi? Və mən çox istərdim ki, bu haqda elə sizin efir vasitəsilə də müraciət eləyərdim Azərbaycan hakimiyyətinə ki, bir beyin mərkəzi yaratmaq lazımdır. Xüsusilə Gürcüstanla əlaqəli, məsəl üçün, biraz çalışmaq lazımdır. Orada Gürcü dili yaxşı bilən, Gürcü mentalitetinin tarixini bilən bizim Azərbaycan vətəndaşları var. Şəxsən tanıdığım adamlar var ki, Gürcü dilində Gürcülərdən artıq danışırlar və çox gözəl də xəbərləri var çox şeylərdən. Onların vasitəsilə bu toplanmalı məlumatlar verilməlidir. Gürcüstan türklərinin elitası var. Bizim elitiyi Azərbaycanı tanımırlar, saymırlar. Açıq deyirəm, nə də Türkiyədə saymırlar, tanımırlar. Bu bizə bir millət kimi bizim burada formalaşmamıza çox maneçilik törədir və siz deyən kimi burada İran molla başlarının, Fars başlarının mövqeyini güclənməyinə gətirək xidmət edir. Baxın, buradan gedir kimlər, bizim mollalar onu İran prezidenti səviyyəsində, dövlət başçı səviyyəsində qəbul edirlər və s. Biz Azərbaycanda heç kəsdən əlaqəmiz yoxdur, heç bizi qəbul eləmir.
Getsə də buradan kimsə də bir iki nəfər milli ruhu ölmüş, yaltaq kimlərisə aparırlar və təqdim edirlər ki, bu Gürcüstan türküdür və s. orada başlayır. Çox səviyyəsi, diletant, cahil formada bizim adımızdan orada danışmağa. Heç Gürcü dilini bilməyən, bəlkə də Gürcüstandan xəbəri olmayan adamlar bir də baxırsınız Gürcüstan türklərinin adından danışırlar. Ona görə də efendim xahiş edirəm ki, çox yaxşı olardı Azərbaycan rəhbəri. Bizim burada mənim şəxsən rəhbəri elədiyim deməli yurt təşkilatında artıq bu yaxın günlərdə bizim ilk deməli iclasımız olacaq. Mən sizə də göndərəcəm və siz lazım gələr efemizdə çıxış eləyərik. Orada təsəvvür edin 5'e yaxın yalnız elmlər doktor, professorlar var. Çox yüksək vəzifələrdə çalışmış prokurorlarımız, rayon rəhbərlərimiz, demək alimlərimiz var. Bilirsiniz, yəni amma Azərbaycanda heç kəs onları tanımır. Tanıdıkları bizim o Marnoldaşı və yaxud da başqa yerlərdə olan mollalar və s. Milli təfəkkürü olan, milli düşüncəsi olan alimlərimiz var, gəncliyimiz var, din adamlarımız var. Bilirsiniz, biz bunları formalaşdıra bilmirik, təşkilatlandıra bilmirik. Təbii, mən razıyam Fazil bəy sizinlə. Mən də razıyam ki, bu məsələlər kompleks yanaşılmalıdır və hər tərəfli istiqamətdə işlər getməlidir. Mən razıyam sizinlə. Mən yenə deyirəm, bu məsələ ilə bağlı biz ayrı bir veriliş də qoymalıyıq. Mən o dəfə də sizə dedim. Siz təşkilatın tədbirini keçirin və sonra biz bununla bağlı ayrı bir veriliş qoyaq. Mövzumuz konkret bu olsun. Çünki bugünkü mövzumuz fərqlidir. Bu məsələni konkret o istiqamətdə danışa bilərik. Son olaraq öz sözümü deyəm bəy, İranla əlaqəli yenə deyirəm, mən Türk ərazisində yaşayan İranlı qardaşlarımız, İranın özündə yaşayan fəallardan əlaqələrim var. Mən onlara səs mesajları göndərirəm, maraqlanıram bütün hadisələrdən və onlar da imkan olduğu şəraitdə bizə məlumat verirlər, orada olan məlumatları. Yəni biz Gürcüstan türkləri olaraq yenə deyirəm, Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparmaqda həmişə varıq. Cənublu qardaşlarımızın yanında varıq və onlara da demişəm, nə lazımsa, nə dəstək lazımsa söyləsinlər. Biz həmişə 24 saat onların qulluğunda varıq. Lazım gəlsə maddi dəstəyə, nəyəsə də biz o kampaniyayı da, aksiyonu da başlamağa hazırıq. Tək ki Azərbaycan bir olsun, istəməyən kör olsun. Təşəkkür edirəm. Minnətdaram Fazil bəy. Hörmətli tamaşaçılar, xatırladım ki, studiyamın qonağı Gürcüstan Azərbaycanlıların Ağsaqqallar Şurasının rəhbəri və yurt təşkilatının sədri Fazil Əliyev idi. Bir daha xatırladım ki, verilişimiz YouTube kanalına yayımlanır. Baxın, paylaşın və qoy soydaşlarımız daha çox görsünlər. Sağ olun, görüşənə kimi.